Yeni qaydalara əsasən 16 yaşınadək uşaqlar sosial mediadan istifadə edə bilməyəcəklər. Bunun səbəbini müxtəlif amillərlə əlaqələndirənlər var. Bəs görək, sakinlər nə düşünür? Sizcə məktəblilər sosial mediadan, Instagramdan, TikTokdan istifadə edə bilərmi? Bəli, çünki orada onlar özlərinə dost tapırlar, amma onun da mənfi cəhəti var. Çünki bəzi virtual dostlar onlara pis şeyləri öyrətə bilər. Məsəl üçün narkotik istifadəsinə prizivat edə bilərlər. Sonra siqaret çəkməyə, içki içməyə. Ona görə pisdir. Amma normalda belə ətrafları genişləşir, daha açıq olurlar. Hazırda 16 yaşa qədər uşaqlara sosial mediadan istifadə qadağan edilib. Sizcə yerində qərardırmı, yoxsa narazısınızmı bu qərarda? Əslində uşaqların tərbiyəsi üçün məncə çox yaxşı qərardır, amma elə bil uşaqlar da sosiallaşmalıdır da. Ona görə məncə hər şeyin öz limiti olmalıdır. Erkən yaşda sosial mediadan istifadə uşaqlara inkişafına necə təsir edir sizcə? Məktəblilərin istifadəsi. Normal. Yəni ki, burada heç nə şey yoxdur. Amma çox böyüklər yəni ki, uşaqlarına görə qorxurlar. Çünki düşünürlər ki, onların uşaqları yəni ki, pis insanlarla ya da ki, böyük insanlarla danışa bilərlər və ona görə yoldan çıxarda bilərlər onların uşaqlarını və ona görə böyüklər qorxurlar. Siz özünüz sosial mediadan istifadə edirsiniz. Bəs nə üçün etmirsiniz? Birincisi anam qoymur, ikincisi də yəni ki, mən burada görmürəm ki, bir çox belə vacib olan bir şey ki, mən olmalıdır. Yəni ki, çox da vacib yox görmürəm. Biz çox icazə veririk. Bəs deyirlər ki, qadağan olunmuş meyvə şirin olardı. İndi uşaqlara bunu qadağan eləyiblər. Sizcə onları daha çox cəlb eləməz bu? Yox. Uşağı əgər başın qaçsın rəssamlığa, rəqsə, xüsusi dərnəklər var. O dərnəklərə uşaq heç vaxt eqoist olmur. Uşaq düzgün tərbiyə nəticəsində hər şey yaxşı nəticə verir. Sağ olun. Sizcə məktəblilər, azyaşlılar sosial mediadan istifadə etməlidirlərmi? Bəli, bir tərəfdən istifadə etməlidirlər, çünki dərsləri var, dostları var, söhbət eləməlidirlər bir-birinlə. Məsəl üçün, sosializasiya üçün yaxşıdır. Hazırda ölkəmizdə 16 yaşadakı uşaqlara sosial mediadan istifadə qadağan edilib. Bu qərara münasibətiniz necədir? Olmalıdırmı sizcə belə doğrudan? Məncə yox. Niyə? Səbəbini açıqlayın. Dediyim kimi, vaxt keçirməlidirlər, boş vaxtın, məsələn, dostlarla bir yerdə çatlaşmayla, zadla, məsəl üçün, oyun oynamaq da olar hərdən, TikTokda zadda baxmaq, belə bir şey. Və sizcə bu onların inkişafına mənfi təsir göstərmir, dərslərdən onları ayırmır? Ancaq boş vaxtda, dərsdə də vaxt ayırmaq lazımdır, hər şey qaydasında olmalıdır.